Şeyx Salmas hamamının tikintisi Qacar dövrünə və təxminən 1280-ci il Hicri şəmsi ilinə təxminən 1901-ci il aid edilir. Bu hamamın qurucusu Salmas şəhərinin varlı və xeyirxah adamlarından olan Hacı Şeyx Məhəmməd Baqir Salmasi olmuşdur. Şeyx Salmas hamamı Pəhləvi dövrünün sonuna qədər Salmas şəhərində əsas çimərlik mərkəzi kimi istifadə edilmişdir. 1380-ci ildə Şeyx Salmas hamamının təmir və yenidən qurulması başlanmış və 1385-ci ildə Xalq Etnografiya Muzeyi kimi ictimaiyyətə açılmışdır. Şeyx Salmas hamamı kərpic, xiş, gips və daş kimi materiallardan tikilmişdir. Hamamın tavanı çoxsaylı günbəzlərdən ibarətdir ki, bunlar gözəl rəsmlərlə bəzədilmişdir. Hamam müxtəlif hissələrdən, o cümlədən sərbənə, soyunma otağı, qızdırılan otaq, xəzinə və ton od ocağı ibarətdir. Şeyx Salmas hamamının bəzəkləri divar rəsmləri, kafel işləri, muqarnas, stalaktit və gips oyma işlərindən ibarətdir ki, bunlar unikal incəlik və gözəlliyə malikdirlər. Memarlıq baxımından bu hamam düzbucaqlı planlıdır. Cənub tərəfində 2 taxta qapı və qərb tərəfində bir qapı var. Cənub-qərb girişi ümumi soyunma otağına yaxındır və ümumi hamam və şəxsi duşlar digər girişə yaxın yerləşdirilmişdir. Şeyx hamamının təməlində mineral daşlar, qum məhlulu və əhəng kimi materiallar istifadə edilmişdir. Binanın divarları tiflisi üslubunda daş və kərpicin qarışığından ibarətdir. Daş hissənin ətrafında kərpic zolaqları görünür. Hamamda 7 örtük günbəzi var ki, ən böyüyü sərbənə və ya soyunma otağıdır. Hamamın mərkəzi günbəzi sərbənə hissəsində 8 daş sütun üzərində yerləşir. Sütunlar və başlıqlar qurğuşunla bir-birinə bağlanmışdır.